Xəbər verdiyimiz kimi, noyabrın 27-sində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Güləş üzrə Qızıl Grand Prix turniri başlayacaq. Yarışlara hazırlaşan qadınlardan ibarət milli komandamızın mətbuat üçün açıq məşqi keçirilib. Qadın güləşçilərimiz 3 gün davam edəcək mötəbər turnirə ciddi hazırlaşır. Son təlim məşq toplanışı Olimpiya Güləş Mərkəzində keçirilir. Mətbuat üçün açıq məşqdə əsas komandanın üzvləri ilə birlikdə gənclərdən ibarət seçmənin, habelə Qazaxıstan güləşçiləri də iştirak edirlər. Hazırlıqların gedişi ilə yaxından maraqlanan Azərbaycan Güləş Federasiyasının rəsmiləri, o cümlədən qurumun baş katibi Əjdər Cəfərov məşqdən sonra media nümayəndələrinin suallarını cavablandırıb. Əjdər Cəfərov güləşçilərin hazırlıq prosesinin yüksək səviyyədə davam etdiyini deyib və turnirin əhəmiyyətindən danışıb. Bu yarışlarımız ilk dəfə 2008-ci ildən ölkəmizdə təşkil olundu. Artıq Dünya Güləş Birliyinin təqvim planında ən əsas yarışlardan birincisidir və deyərdim ki, ilkidir. Və bunun üçün biz çox, yəni federasiya olaraq çox zəhmət çəkdik ki, bu yarışların bu status almasında, xüsusilə də Azərbaycan Güləş Federasiyası prezidenti cənab Fazil Məmmədovun, birinci vitse-prezident cənab Namiq Əliyevin səyləri nəticəsində bu yarışlar Dünya Güləş Birliyinin belə deyim, ən yuxarı, ən üstün yarış təbəqəsinə daxil edildi. Bu ildən etibarən Dünya Güləş Birliyinin yeşun qərarına əsasən bu yarışlar artıq Grand Prix yarışlarından seçim mərhələsi deyil, dünya çempionatı və qitələr arası yarışlarda ilk üçlüyü qazanmış idmançılar bu yarışlara vəsiqə əldə etmiş olublar. Bu da ondan xəbər verir ki, artıq dünyanın güclü idmançıları bu yarışda öz qüvvəsini sınayacaq və artıq bütün idmançıların siyahıları Güləş Federasiyasına göndərilmişdir və siyahılara nəzər saldıqda demək olar ki, doğrudan da bu il keçiriləcək Grand Prix yarışları keçən illərə nisbətən çox güclü olacaq. Hər il olduğu kimi bu ildə yarışlar çox yüksək səviyyədə təşkil olunacaq. İstər idmançıların yerləşməsi, istər onların qarşılanması, qidalanması və digər məsələlər artıq öz professional cəhətdən öz həllini tapmışdır. Sadəcə olaraq idmançılara, yəni xalça üzərində güləşib öz qüvvələrini sınamaq qalıb və ümid edirəm ki, bu yarışlar hər il olduğu kimi yaxın gələcəkdə də çox yüksək səviyyələrdə olacaq. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Grand Prix turnirində 40-a yaxın ölkənin ən güclü güləşçilərinin iştirakı gözlənilir. Noyabrın 27-sindən 29-una dək keçirilən yarışlar İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.